Şuşada belə qəşəng zibil bədərləri qoyublar cürbəcür. Kağız üçün, şüşə, metal, qarışıq. Amma görünür ki, bu zibil bədərlərin yanında bir nəfər də əlavə işçi qoyulmalıdır ki, bu zibili götürsün, atsın vedrənin içərisinə. Görürsünüz? Bura qədər gətiriblər, buradan bura atmırlar. Atalarımız yaxşı deyib, bağa baxarsan bağ olar, baxmazsan dağ. Bu görüntülər Şuşada qeydə alınıb. Vətəndaşlar zibil qutuları olmasına baxmayaraq, tullantıları onların içinə deyil, kənara qoyurlar. Nəticədə görünən mənzərə də heç də ürək açan deyil. Səliqəsizlik və tullantıların yaratdığı pis qoxu ətrafa narahatlıq yaradır. Cəza mexanizmləri yaradılır, cərimələr artırılır. Ancaq bəzi vətəndaşlar yenə də öz bildiklərini edirlər. Çox əfsuslar olsun ki, hələ də özlərində belə bir vərdiş deməli aşılaya bilmirlər ki, məhz ekologiya əslində nə deməkdir? Ekologiya sözü etimoloji baxımdan ev deməkdir. Yəni bütün ətraf mühit insanın əslində evidir. İnsan hara addım atsa, onun öz evindəki kimi təmiz ətraf mühit qayğısına qalmalıdır. Əfsuslar olsun ki, insanlar bəziləri bu deməli mədəniyyəti özlərində formalaşdıra bilmirlər, bu düşüncəni özlərində formalaşdıra bilmirlər. Bunun da bariz nümunəsi küçə və parklarda deməli qida qalıqlarının və zibillərin ətrafa məsuliyyətsiz şəkildə atılmasıdır. Hesab edirəm ki, bununla bağlı çox yaxşı olar ki, sosial roliklər, sosial saxlar vasitəsilə məlumatlar verilməlidir və bu əsasda insanlar məlumatlandırılmalıdır və bununla bağlı həm də inzibati və deməli digər tənbih tədbirləri insanlara çatdırılmalıdır, izah olunmalıdır və hesab edirəm ki, hüquqi maarifləndirmə işləri də aparılmalıdır ki, bu tipli hərəkət edən insanları hansı hüquqi məsuliyyətin təsiri altına düşür. Lazım gəlsə küçələrdə, parklarda flash moblar vasitəsilə insanlar maarifləndirilməlidir və yaxud da ki, zibil qutuları ətrafında, parklarda kameralar qoyulmalıdır ki, bu tipli hərəkətlər edən insanlar, yəni küçələri zibilləyən və bu istiqamətdə uyğun davranmayan insanlar kameralar vasitəsilə müəyyənləşdirilərək inzibati və hüquqi məsuliyyətə cəlb olunsunlar. Zibil vedrəsi də var. Bəs niyə bu zibil vedrəsinin yanında bu zibil var? Olmalıydı bunun içində.